Hər vaxtınız xeyir olsun uşaqlar. İndi sizinlə 5-ci sinif şagirdləri üçün riyaziyyatdan böyük sumatı qiymətləndirmə 1-ə hazırlıq məqsədi ilə bəzi sualların izahlarına baxmış olacaq. Əvvəlcə birinci tapşırığa baxaq. Birinci tapşırıqda bizə burada ə, kəsr verib və biz bu kəsri hesablamalıyıq. Əvvəlcə nə edərik uşaqlar? Məxrəclərini bərabərləşdirmiş olaraq. Məxrəcləri bərabərləşdirək. Birincisinin məxrəci 3, digərinki isə 4-dür. Bu zaman yazarıq ki, birincini 4-ə, ikincini isə 3-ə vurarıq. 2 tam 12-də 4, üzərinə gəlsin 5 tam 12-də 3-ə vuranda 9. Tamları əvvəlcə 1 toplayarıq, edər 7 tam 12-də, 4 və 9-u da 1 toplayarıq, edər 13. Bu, baxın, qarışıq kəsirdir. Düzgün kəsrə çevirmək üçün, yəni tam hissəni ayıraraq edər 8 tam 12-də 1. Doğru cavab A variantı. İkinci sual. 210 ədədinin 20% və 150 ədədinin 5-dəki hissəsinin cəmini tapın. Əvvəlcə 210-un 20%-ni taparıq. Yəni vurarıq %20-yə. Sıfırlar getdi uşaqlar. Burada qaldı 42. Demək ki, birinci ədədi 42 olduğunu müəyyənləşdirdik. İndi 150 ədədinin 5-də 2-sini müəyyənləşdirməliyik. Yəni 150-ni vurarıq 5-də 2-yə uşaqlar. 150 və 5 ixtisar getdi. Burada qaldı 30. 30-u da 2-yə vuranda edir 60. Nə edəcəyik? Artıq bu ədədlərin cəmini toplayacağıq. 60 üzərinə gəlsin 42, 102. Doğru cavab C variantı oldu. Və bu hesablayaq. 24,114 üzərinə gəlsin 20,5 bölünsün 5 bərabər. Yazacağıq 24,114 üzərinə gəlsin 20,5-i 5-ə böləndə uşaqlar edir 4,1. İndi mən bu ədədləri toplasam 24,114-ün üstünə 4,1 gəlsəm uşaqlar edəcək. İstəsiniz alt-alta da hesablaya bilərsiniz, istəsiniz birbaşa şifahi da hesablaya bilərsiniz. Tamla tamı toplayıram 28 tam. Digərini toplasam %24. B variantı oldu uşaqlar. Sonra 4-cü sual. Fiqurların düzülüşünə görə perimetr düsturlarının düzülüşünü müəyyən edin. Baxın, birincisi düzbucaqlıdır. Düzbucaqlının perimetrin düsturu P bərabərdir 2A plus 2B'dir. İkincisi kvadratdır. Kvadratın perimetri isə tərəfləri vurulsun 4, yəni 4A-ya bərabərdir. Üçüncüsü isə bərabər tərəfli üçbucaqdır. P bərabərdir 3A kimi hesablanır. İndi baxaq görək ki, hansı bu şəkildə düzülüb uşaqlar? Baxın B variantında. Doğru cavab B variantıdır. 90 dərəcəyə bərabər olan bucaq necə bucaq adlanır? Biz bilirik ki, bucaq 90 dərəcəyə bərabərdirsə, bu bucaq əlbəttə ki, düz bucaqdır. A variantı qeyd etdik. Növbəti 6-cı suala baxaq. 6-cı sualda tənlik verib uşaqlar və deyir ki, bu tənliyin köklərinin cəmini tapın. Tapaq. Yazaq. Bax, buradan yazıram. 6x üzərinə gəlsin 40 bərabərdir 64. 6x bərabərdir. 64-dən 40-a çıxsam edəcək 24. X də bərabərdir 4. Yəni birincisinin cavabı 4. Yazdıq bura. İndi ikinci tənliyi də həll edək. İkinci tənlik isə bu şəkildədir. 34 üzərinə gəlsin 8x bərabərdir 106. 8x bərabərdir. 106-dan 34-ü çıxarıq. Əlbəttə ki, 106-dan da 34-ü çıxanda edəcək 72. X-i də buradan tapsaq edəcək 9. İkincisi də 9. İndi bizdən soruşur uşaqlar, köklərin cəmini tapın. Cəmini tap deyirsə, 4-ün üzərinə 9 gələrəm, edər 13. Doğru cavab C variantı. 7-ci suala baxaq. A çoxluğu verib, deyir ki, hansı bərabərsizliyi ödəyir? Diqqət edin, 3, 4, 5, 6 hansı bərabərsizliyi ödəyər? Əlbəttə ki, A variantı. Niyə? Çünki N 2 və 7-nin arasında yerləşir. Yəni 3, 4, 5, 6. Bu 2 və 7-nin arasında yerləşir. Bax, bu çoxluq deməkdir. Sonra 8-ci sual. Cədvələ əsasən dəyişmə asıllığının düsturunu və eni müəyyən edin. Baxın, cədvəl bu şəkildədir. Və diqqət edək uşaqlar. Burada Y3-dür, X1-dir. Y5 olduqda isə X2-dir. Sanki bir burada ardıcıllıq var. Ardıcıllıq necə olar uşaqlar?
Təbii ki, y bərabərdir 2x plus 1 şəklində. Görək həqiqətən mi ödəyir? 7 üçün baxaq. 7 üçün baxsaq, y bərabərdir. Yəni 2 vurulsun. X-in qiymətini yerinə qoyuram. 3 üzərinə gəlsin 1. Bəli, doğrudan da ödədi. 7 ədədini ödədi. Bəs yerinə 4 qoysan, n neçə olar? Onu da yoxlayaq. Çünki bizdən onun da cavabını istəyir. Yazaq, başqa rənglə yazaq, qarışmasın. Y bərabərdir. 2 vurulsun. Niyə görə 2? Çünki 2x plus 1'dir. 4, çünki burada 4'ü soruşur. Üzərinə gəlsin 1. Bərabərdir 9. Demək ki, y bərabər olacaq 9. N'in yerinə 9 yazmalıymışam. Deməli, ardıcıllığın bu şəkildədir. N'in də qiymətimizin qiyməti 9'dur. Baxaq görək hansı variantda belə bir cavab var. Aşağı çevirək. Baxın, doğru cavab B variantı imiş. Tapdığımız kimi 2x plus 1, N'in də 9'a bərabər olduğu. Fiqurlardan hansı fəza fiquru deyil? Deyil uşaqlar, fəza fiquru deyil. Əlbəttə ki, B və C fəza fiqurudur, amma A fəza fiquru deyil. 10-cu sual. Kubun tam səthinin sahəsi 150 santimetrin kvadratı olarsa, onun bir üzünün sahəsini tapın. Deməli, kubun tam səthinin sahəsi uşaqlar, biz bilirik ki, S bərabərdir 6A kvadratinadır və yerinə qoysaq, S-in yerinə qoysaq 150 bərabərdir 6 vurulsun A-nın kvadratına. Buradan A-nın kvadratını da tapsam 25 olduğunu müəyyənləşdirərəm. Demək ki, kubun bir üzünün də sahəsi 25'ə bərabərdir. 11-ci sual. 32 desimetr uzunluqda parçadan 180 santimetr işlətdilər. Nə qədər parça işlənməmiş qaldı? Baxın, eyni vahidlər sisteminə keçirmək lazımdır. Yuxarıdakilərini silək. Biri desimetrdir, digəri isə santimetrdir. Desimetrdən santimetrlə keçid etmək lazımdır. Yəni, eyni vahidlər sisteminə gətirmək lazımdır. 32 desimetrimiz 320 santimetrdir. Minus 180 santimetr işlədiblər. Çıxıram 180 santimetr. Yerdə qalır 140 santimetr. Amma diqqət edin, variantlarda bizdə santimetr, metr və desimetrlə verib. Mən 140 santimetr tapmışam, amma cavabım yoxdur bunların içində. Demək ki, metrə çevirsəm hansı cavab alaram? Metrə çevirək uşaqlar 100'a bölmək lazımdır da. 1,4 metr doğru cavab B variantı. Bu şəkildə həll edirik. 12-ci sual. Ədədlərin ədədi ortasını müəyyən edin. Ədədi ortanı necə müəyyən edirlər? Bu ədədləri toplayırlar, bölürlər sayına. Nə qədərdir? 1, 2, 3, 4, 4 ədəddir. Yəni, bu ədədləri toplasam, 100 və 101, üstünə 104, 404 edir uşaqlar. 404'ü bölərəm 4'ə. Cavab edər 101. Yəni, doğru cavab B variantı. 13-cü suala baxaq. 0,75 olduğu kimi qalsın. 1'i 4'ə böləndə neçə eləyir? Təbii ki, 0,25. Üzərinə gələrəm. 1'i də 2'yə böləndə 0,5. İndi bunları toplayıram. 0,75'in üstünə 0,25 gələndə 1 edir. 1'in də üzərinə 0,5 gələndə 1,5 edir. Doğru cavab A variantı olur. 14-cü suala baxaq indi. 14-cü sualda da deyir ki, qutuda eyni ölçüdə 8 qırmızı, 5 yaşıl, 2 ağ kürə var. Təsadüfi götürülmüş bir kürənin yaşıl rəngdə olması ehtimalı nə qədərdir? Bu tipdə ehtimal suallarını həll edəndə nə edirik? Əvvəlcə tapmaq lazımdır ki, ümumilikdə nə qədər kürə var? Bunu müəyyənləşdirməliyik. Yəni 8'in üstünə 5 gələrsən, üzərinə də 2, edər 15. Aşağıya məxrəcə yazarsan onu. İndi səndən neyi soruşursa onu sürətə. Yəni, yaşıl rəng deyirsə, yaşıl rəngdə olan kürələrin sayını yazacaqsan sürətə. Başqa rəng desəydi, məsələn, qırmızı desəydi 8 yazardım. İndi yaşıl dediyinə görə 5 yazdım. 15'də 5 ilə ixtisar getsə, qalacaq yerdə 3'də 1. 3'də 1 də bax C variantındadır. Və 15-ci sonuncu suala baxaq. Ədədi düzülüşündə medianı tapın. Median uşaqlar, yəni ortadakı iki ədədin ədədi ortası deməkdir. Yəni 24'ün üzərinə gələrəm 26'nı, bölərəm 2'yə. Yəni 50'ni də 2'yə bölsəm, edər 25. A variantı. Bu tipdə həll etmiş oluruq.
Bu qədər uşaqlar, ümid edirəm ki, mən sizə böyük summativ qiymətləndirməyə hazırlıq məqsədi ilə yardım etmiş oldum. Dərslərinizdə sizə bol-bol uğur arzu edirəm və kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun uşaqlar, uğur olsun hər birinizə.